Mən 50 ildir səhnədəyəm. Bu 50 ildə hələ yadıma gəlmir ki, mən fonogramma ilə oxuyum. Çünki mən xalqımı sevirəm. Mən milləti sevirəm. Mən onları allada bilmərəm. Əgər fonogramma ilə oxuyuramsa, niyə də pul verib bilet alıb konsertə gəlirlər? Elə gedib oturarlar evdə, qulaq asarlar özləri üçün televizora. Mən açığını deyim sizə ki, dünyanı gəzmişəm də, necə deyil, devr eləmişəm hər yeri. Bir yerdə mən rastıma elə bir şey gəldi. Gördüm ki, konsertə gəlirlər, əllərində belə sumka, torba deyək də elə. Torba tutublar əllərində. Baxıram, görüm pomidor. Deyirəm, ay Allah, bu pomidorla konsertə gələrlər. Tamaşaya gələrlər. Sonra öğrendim ki, bunlar deyir pomidorla gəlirlər ki, kim fonogramma ilə oxusa, onların başına atsınlar. İndi mən açığın deyim sizə, nə pomidordan qorxanam, nə soğandan qorxan adam deyiləm. Ancaq xalqımı sevirəm, milləti sevirəm. İstəmirəm, anladım onu. Ona görə də bu 50 ildə populyarlığımı saxlamışam. Həm mənim dövlətim sevir məni, həm xalqım sevir və dünyanın harasına gedmişəmsə, bax sizin kimi canım, ciyərlərim həmişə hörmət ediblər. Çox sağ olun. Minnətdaram sizə. Səhnelərdən nur saçan bir ulduz, səsiyle kömürlərdə açan gül. Musiqidə iz qoyaraq hər addım xalqın qəlbinə həkk olunub bir. Qarabağdan gələn səsin ahəngi ana laylasına karışır sanki. Milletin derdini, sevincini de yürekten söyleyip oxuyur ancaq. Üzünden ol, könlündə bir deniz, her bir sırada vətənin nəfəsi. Sədası Zeynəb xanım, Azərbaycan səsi. Yüzündə nur, könlündə bir deniz, hər misrada vətənin nəfəsi. Bir tarixdir sənətinin sədası Zeynəb xanım, Azərbaycan səsi. Üzündən ol, könlündə bir dəniz, hər bir sırada vətənin nəfəsi. Bir tarixdir sənətinin sədası Zeynəb xanım, Azərbaycan səsi. Könlündə bir deniz, hər bir sırada vətənin nəfəsi. Bir tarixdir sənətinin sədası Zeynəb xanım, Azərbaycan səsi. Üzündə nur, könlündə bir dəniz, hər misrada vətənin nəfəsi. Bir tarixdir sənətinin sədası.